Mağaza sahibi satacağı malları düzbucaqlı paralelleped formalı ambarda saxlayır. Onun ambara yığacağı mallar düzbucaqlı paralelleped formalı iki növ qutularda qablaşdırılmış formada olur. Ambarın həcmi kub metrlə Vx bərabərdir x kubu üstəgəl 6x kvadrat üstəgəl 11x üstəgəl 6 çox həddisi ilə ambarın oturacağının sahəsini isə kvadrat metrlə Sx bərabərdir x kvadrat üstəgəl 5x üstəgəl 6 kimi modəlləşdirmək olar. Ambarın hündürlüyü 3 metr olarsa onun həcmini hesablayın. Ambarın həcmini hesablamaq üçün onun əvvəlcə hündürlüyünü necə taparıq? Hündürlüyünü tapmaq üçün həcmin oturacağının sahəsini bölmək lazımdır. Çünki paralellepedin həcmi, yəni Vx bərabərdir oturacağın sahəsi, yəni Sx vurulsun H-dır. H-ı tapmaq üçün Vx-i Sx-ə bölməliyik. Bunu çubuqlu bölmə vasitəsilə x kubu üstəgəl 6x kvadrat üstəgəl 11x üstəgəl 6 çox həddisini x kvadrat üstünə gəl 5x üstünə gəl 6 çox həddisinə bölək. X dəfə bölünür. X kubu üstünə gəl 5x kvadrat üstünə gəl 6x. Daha sonra çıxaq bunları. X kvadrat üstünə gəl 5x üstünə gəl 6. Bu da ki bir dəfə bölünəcək. X kvadrat üstə gəl 5x üstünə gəl 6. Deməli, ambarın hündürlüyü oldu. Digər tərəfdən şərtdə ambarın hündürlüyü 3 metr olduğu verilib. Onda x üstə gəl 1 3-ə bərabərdirsə, buradan x-i taparıq 2 və ambarın həcmi soruşulduğuna görə V2-ni hesablasaq, yəni x kubu üstə gəl 6x kvadrat üstə gəl 11x üstə gəl 6 çox həddisində x-in yerinə 2 qoysaq, 2-nin kubu üstünə gəl 6 vur 2-nin kvadratı üstünə gəl 11 vur 2 üstünə gəl 6. Hesablama aparsaq 8 üstünə gəl 24 üstünə gəl 22 üstünə gəl 6 bərabər olacaq 40-a, daha doğrusu 60-a. 60 kub metr. Deməli, ambarın həcmi 60 kub metrmiş. Növbəti sualda boş ambara 180 ədəd kiçik qutu, 80 ədəd böyük qutu yerləşdirilibsə, ambarın hansı hissəsi boş qalmış olar? Və cədvəldə kiçik və böyük qutuların ölçüləri verilib. Əvvəlcə bir kiçik qutunun həcmini hesablayaq. Bunu hesablamaq üçün 0,1 metri, 0,2 metri və 0,5 metri bir-birinə vurarıq. Bu da 0,1 kub metr olar. Böyük qutunun həcmini hesablayaq. 0,2 metr, 0,4 metr və 0,5 metrin hasilini tapsa, bu da 0,4 kub metr eləyəcək. 180 ədəd kiçik qutu 180 vurulsun 0,1 kub metr və 80 ədəd böyük qutu 80 vurulsun 0,4 kub metr və bunların cəmi hesablasaq 180-i 0,1-ə vuranda eləyəcək 1,8 kub metr, 80-i 4-ə vursaq eləyəcək 3,2 kub metr və toplasaq olacaq 5 kub metr. Deməli, bu qutular ümumilikdə ambarda 5 kub metr yer tutur. Boş qalan yeri hesablayaq. Boş qalan yeri hesablamaq üçün və boş qalan yer bərabərdir ümumidən, yəni 60 kub metrdən çıxarıq 5 kub metri. Bu da eləyəcək 55 kub metr. Boş qalan hissənin ambarın hansı hissəsini təşkil etdiyi soruşulur tapşırıqda. Onda 55 kub metr, ümumi ambarın həcmi 60 kub metrdir. 55 kub metr, 60 kub metrin 5'e ixtisar aparsaq 12'də
11 hissəsini təşkil edər. Axırıncı sualda mağaza sahibi anbarın döşəməsinin ölçüləri 0,5 metrin 0,5 metr olan metlaq döşəməyi planlaşdırır. Bu metlaqdan ən azı neçə ədəd almalıdır? Oturacağın sahəsi x bərabərdir x kvadrat üstünə gəl 5x üstünə gəl 6 çox hədlisi ilə modelləşdirildiyindən və x-i yuxarıda 2 tapmışdıq. Ona görə də oturacağın sahəsini hesablasaq 2-nin kvadratı üstünə gəlinsin 5 vurulsun 2 üstünə gəlinsin 6. Bu da bərabərdir 4, 10 və 6-nın cəminə. Bu da 20 kvadrat metr olur. Deməli, oturacağın sahəsi 20 kvadrat metrdir və bir metlağın sahəsini hesablasaq, onu S1 yazaq. Bir metlağın sahəsi 0,5 metr vurulsun 0,5 metr. Bu da bərabərdir 0,25 kvadrat metr. İndi neçə metlaq lazım, ən azı neçə metlaq lazım olduğu soruşulur. Ən az sayda metlaq o qədər olmalıdır ki, o oturacağı tam örtüsün. Və məsələnin şərtində ölçülər natural ədədlərdir və 0,5-ə tam bölünür. Ona görə hesablasaq, tam 20 bölünsün 0,25 metr kvadrat tam olaraq 80 ədəd metlaq yerləşir.